Adım Davud İsrafilzadə, İda Mebel şirkətinin təsisçisiyəm. 2009-cu ildən fəaliyyət göstərir. İndi qardaşlarımız olsun, həm işlənmiş həm dostluğumuz var. Mebelə aid dolab mebeli olsun, otaq qapılar olsun, divan, stul, metal işləmələr olsun. Hamısının bizdə ayrı-ayrılıqda istehsalatı var, şöbə-şöbə. Hamısının özünə aid kifayət qədər peşəkar ustaları var. Biz bu yaxınlarda istehsalatımızı biraz daha böyük yerə keçirdik. 700 kvadrat axır bizdə yer var. Onun 200 kvadratını ancaq Malyarkaya ayırmışıq. Çünki işlədiyimiz işlərin 90%-i boyalı işlərdir, çətin işlərdir, daha yüksək keyfiyyətli işlərdir. Ona görə istehsalatımızın da sahəsini böyütmüşük. Hətta ofisin